Mən... Xahiş edirəm, icazə verin mən Bir Quranın Gül xanımla sözü gedib düşəmi? konfidensial təkbətək söhbət eləyim. İcazə verirsiniz. Təbii icazə verəcəm, amma nə ilə bağlı? O uşaqların atalığın müəyyən olması ilə bağlı. O Gedirsinizsə- bilməyə bilər. Bu uşaqların mənəfi heç... Gedirsinizsə, buyurun, Sehran bəy, Digər tərəfdən gedin. də- Amma əgər bu 2 ildə Gül xanım məni başa düşməyibsə, sizi bu 2 dəqiqədə başa düşəsi deyil. Yenə də Düşəcək gedin. inşallah. Gedin. Gedin. Və mən tez sponsorlarımıza təşəkkür edim. Xüsusi sponsorumuz Medera Hospital'dır. Çətin anlasın. Sehran bəy, çox çətin Gül xanım anlasın. Anlamayacaq, boş yerə özünüzü yormayın. Bu günləri uşaq artıq Gül xanımdan alınacaq. Dəhşətlidir. Mənim üçün də Gül Xanım xanım qulaq asır səhərdən, xanım qulaq asır. onsuz da bitmişdi. O 2 uşağın taleyini həll eləyəndən sonra ki, bitir. Nə deyir Sehran bəy? Gözünsə qarşıma deyən olmayacaq. Bu işdən Mən sən Gül aydan xanım arı uşağa sudan baxandısa durur. geçsin 3 uşağına baxsın. Şərəf xanım, inşallah mən bu işə Gül xanım razılaşdı məndən. Nə edirəm, biz burada Gül xanımın uşaqların... razılığı, bax siz bura gələnə qədər davam eləyəcək. Gəlin, yaxşı, razılaşın. Bəli, gəlin. Razılaşıb gəlin. Gül xanımı anası belə mənim qədər tanımır. Gəl, ay, həmişə də sənin bilərsən ki, belə bir qardaşın var sənin. Eşitdin? Yadında saxla bunu. Kim nə deyir desə belə. Hətta bütün Azərbaycan mənim qarşıma çıxsa belə, mən yenə səni müdafiə edəcəyəm. Bax, bunu bilsinlər. Allah köməyiniz olsun. Təşəkkür ederim. Bilmir, kimi əlaqələndirirlər. Amma mən bunu bizim məktəb görməyəm, bizlər görmüşük, universitetdə görmüşük. İndi şükür olsun ki, belə bir taleyimiz olub, ala bilmişik. Amma ala bilməyən o qədər əxlaqlı və o qədər ailə birliyinə hörmət edən və ailəni tanıyan və uşağını bəli, analıq edən və bizlərdən qat-qat fədakar qadınlarımız var. Lazım deyil Xoşqədəm xanım. Ana olmaq içdən gəlməlidir. Ana olmaq... Bəli. Mənim heç yadımdan çıxmır, sizin itiniz itmişdi, Bəli. itiniz. Siz necə ağlı? Mən kənardan baxırdım. Yəni bu insanın içində mərhəmət olmalıdır. Bu insanın duyğuları olmalıdır. Bu qadın vəhşidir, bu qadın cahildir, təhsilsiz. Analıq Bunu belə- instinkti. Hər bir canlıda Bu insan analıq ümumiyyətlə instinkti var. İnsanlığa sığmır, xanımlar. Bir insan- İnsanlığa sığmır. Toyuğun altına əl batırsa yumurtasını götürməyə, altında, üstündə ot. Toyuq qanatlarını çırpır, bacım o yumurtanı qoruyur. Bu qadın 3 dənə uşağı orada qoyur. 2 dənə uşağı burada. Köyxan, mən qarışa bilmərəm artıq. Müəllim Çünki deyir ki, yox, məni yox, Gül yox, xanımın atdığı addımlar, hərəkətləri, onun keçmişi nə də gələcəyi maraqlı deyil. Mənim üçün bugün maraqlı o 2 uşaqdır, onların yerləşdirilməsidir və burada da siz də daxil olmaqla tamaşaçılar da bilsin ki, o uşaqları mən rahat, təhlükəsiz, dövlətimin nəzarətində olan uşaq evinə yerləşdirildiyindən rahatam, daha doğrusu rahat olacağım. Ondan sonra Gül xanım bu mövzusu bu efirdə yoxdur. Bu günlükdür, üzr istəyirəm, bir nəfər qoy dəvət edeyim bura Zülfiyə xanım. Çünki gəlsin o xanım, bəli, gəlməlidir, gəlsin. Gəlin Aytən, gəlin bura. Gəlin. Birazdan mənim Gül xanıma son sualımdır, bununla da məsələ bitir. Amma istəyirsə, ana efirə qoşula bilər. Rəşadın anası efirə qoşula bilər. Gəl bura qızım, gəl görün. Gəl görün. Mikrofon verin ona. Ver ona Ayşət, mikrofon. Neçə yaşın var sənin? 24. 24. Nə üçün bura gəlmişsən? Uşağımı əlimdən alıblar. Dayıya vermişdim, dayı məndən gizli Necə verib. qızım? Dayıya vermişdim, dayı məndən gizli verib uşaqlar evinə. Mən də heç bir Dayıya sənədim. uşağı vermişdin. Saxlayırdım. Heç kəs xahiş edirəm müdaxilə etməsin ki, mən görüm bu nə məsələdir. İndi mənə dedilər ki, belə bir adam gəlir. Qızım, deməli sən uşağı dayıya tutmusan, dayıya baxır uşağa. Düzdür? Öz tanışımdır özdə qız. Qızım, mənim sualıma cavab ver, tanışını demirəm hələ. Deməli sən işləyirsən
Və işinə görə də bir dənə dayə tutmusan, sənin uşağına baxır. Hər gün evə gəlirsən, dayə neçə müddət idi uşağa baxır? Mikrofonu yaxın tut və danış. 6 aydı. 6 ay idi o dayə səndən bir yerdə qalırdı. Gecə də Mən qalırdı. onlarda qalıram. Sən onlarda qalırdın, onların evin kiraya götürmüşdün. Yox, o da qalırdı, bir yerdə qalırdıq. Bu Allah aşkına. Bu nə yaxşı tanışdı ki, bu nə mən elə tanış görməmişəm ki, pulsuz parasız həm dayəlik eləyir, həm də evini kirayəsiz, kiraya pulu almadan sənə baxır. Bu tanışı harda tanış olmuşdun? Elə Ayşə, dur, oturum mən. 3 ildir tanıyıram mən, Bakıya gələndən tanıyıram o qızı. Hardan gəlmişdin Bakıya? Rayondan gələndən o qızı Hansı tanıyıram. rayondan gəldin? İmişlidən. İmişlidən gəldin Bakıya, bu tanışı harda tanış oldun? Elə şeydi, işlədiyim yerdə tanış Harda olmuşdum. işləyirdin qızım? Afisiyant işləyirdim orada. Hə, deməli orada və sən tanış oldun bu xanımla. O da ofisant işləyirdi. Hə, işləyirdim, Hə. o sonra çıxdı o. Hə, o çıxdı, sonra gəldi, ev tutdunuz. Bərabər bir yerdə qaldınız. Hə, qalırdıq bir yerdə. Sonra sən ailə qurdun. Ailə qurmadım, nə yox. Necə? Qeyri-qanuni oldu da şu. Necə? Ailə qurmamışam. Ailə qurmadın. Bir insanla münasibətin oldu və bu uşaq dünyaya gəldi. Bu qadın da o uşağa baxırdı. Hə də pulun verirdim. Pulun verirdin. Deməli onda bu belə çıxdı ki, işdən çıxdı ki, sən ona pul verəcəksən, bu da oturub uşağa baxacaq. Düzdürmü? Hə, elə oldu. Hə, oturdu, bu da başladı sənin uşağına baxmağa. 6 ay baxdı. 6 aydan sonra nə baş verdi? Onu danış mənə. Heç nədən elə. Mən işə getdim. Sabahsı gəldim ki, uşaq yoxdur yenə. Evdə yoxdur. Dedi Uşağın vermişəm. indi neçə aylıqdır? 7 aylıqdır. 7 aylıq. Deməli, gəldin, soruşmadın uşağım hanı? Dedi vermişəm şeydə, uşaqlar evinə. Öz əzəli ilə aparıb verib. Gəlib aparmayıblar. Yaxşı, bəs bu qadın deməyib bu uşağın anası kimdir? Yəni uşağın Yox, deməyib heç onu. nə. Yəqin atılan kimi, ya nəsə belə qeydiyyatda. Elə verib, hə. Deyir uşağın istəmir. Bu qadının nömrəsini vermisiniz. Uşaqlar, araşdırın bunu. Təcili bunu araşdırın. O qadının o evində qaldığın tanışının adı, soyadı. Türkandı soyadını bilmirəm də. Adı Türkandır. Hansı tərəfdə qalırdınız kirayədə? Xırdalanda. Xırdalanda kirayədə qalırdın. Adı, yaxşı, bu hansı tərəfdən idi? Bakıdan idi, rayondan idi, hansı rayon? Kürdaxan tərəfdə. Kürdəxanın tərəfdən idi. Ata-anasının heç olmasa adını, soyadını? Yox, anası ilə əlaqəsi yoxdur. Onun da əlaqəsi yox. Danışmırlar. Amma ən azı danışıb da ailədən ki, çünki bir Türkan adı ilə axtarışa çıxası deyiləm ki mən. Mən nə bilim ki, hansı Türkanla gedir söhbət. İndi bu Türkan o evdə qalır hələ də, yoxsa? Hə, oradadır. Orada qalır, hə, onu da əladır. Təcili bizim əməkdaşlar araşdırsın. Valla dəhşət. İndi sən niyə axtarırsan? Deyirsən ki, götürüm də uşağı. Uşağımı istəyirəm, hə, mən imtina eləməmişim uşağımı. Məndən gizlin verib uşağımı. Sən uşağından imtina eləmirsən. İstəyirəm uşağımı, uşağımın yerini belə bilmirəm. Əvvələn səhv eləmirsən, amma indi uşağını istəməməyini doğru eləyirsən. İstəyirəm. Əlbəttə istəməlisən. Əlbəttə istəməlisən. Çiçeğim gülüm, sevincim hayatım gülüm, ana kalbi senin için sönmeni Görürsən, Gülxanım, səhv elədiyini də bilir. Amma balasını istəmir. Uşaq evindən götürmək istəyirsən. Gülxanım da bugün uşaqlarını uşaq evinə qoyur. Ona nəsə sözün var mı Aytən? Peşman olacaq, öz əzab çəkəcək. Mikrofonu yaxın. Öz əzab çəkəcək, peşman olacaq. Mən 2 aydır ki, uşağımın üzünü görmürəm. Yuxun yoxdur, yata bilmirsən. Çünki dərk eləyirsən ki,
o günahsız körpəni oda atmısan. Nə qədər gözəl baxsalar da, nə qədər böyük qayğı da olsa, heç bir gözəllik, kraliyyət, saraylar, atanın, ananın, valideynin sevgisini, hətta o əsəbləşmə anı var ha, valideyn olaraq. Əsəbləşir ya balalarımıza. Onu belə kimsə verə bilməz. Atmayın körpələrinizi. Sarılın onlara. Heç kimsə əzabları keçmədən, daşlı, kəsəkli yollardan yürümədən, yerimədən gəlib nələrəsə nail olmayıbdır. Yeriyin o daşlı, kəsəkli yolları. Balalarınız üçün yeriyin o yolları, qorxmayın. Onun mükafatını Allah verəcəkdir. Mən o günləri həqiqətən mən yox idim o vaxt ölkədə, bizim balaca pişiyimiz, çiləyimiz ana olarkən. Onun o ana olduğu anı bizim qızlar çəkibdir. Onun o ölən balasını, uşaqlarından biri ölü doğuldu. O ölü balasını onun o ağzına alması, ona belə sarılması anını. Bir dəfə onu mən göstərəcəm bu efirdə. Qoy bir çox uşağını atan valideynlər o dilsiz, ağızsız heyvanın dünyaya gətirdiyi ölü balasını ağzına alıb sonra da ona belə sarılmasını ki, bu həqiqətən mən ilk dəfə idi elə bir anları görürdüm, görsünlər. Atmayın körpələrinizi, etməyin. Ana ölüm ayağında olur, amma ki, uşaqları balaca olur. Ərini çağırır, deyir ki, məni bastıranda mənim bir qolumu kəsib götürərsən. Deyirlər ki, bu nə deməkdir, öyle niyə? Deyir ki, bilirəm, deyir, sən evlənəcəksən, ögey ana gələcək. Heç olmasa deyir, döyəndə, onu ögey ana döyəcək onları da, vuracaq. Heç olmasa mənim əlimlə vursun ki, onları çox incitməsin. Ona görə də doğma ananın, bəyək o Xoşqədəm xanım deyir ki, o hirslənir ki, lap uşağımızın üstünə, onu da almayın. Evet. Doğma ananın hirslənməyi də, bu şillə vurmağı da, o da bir başqadır övlad üçün, uşaq üçün. Ona görə də qoymayın da, əgər sağsız, sizi anasız qoymayın. Biz sığınacaqda getdik, olduq tələbələrimizlə. İnanın, o uşaqların heç nəyə ehtiyacı yoxdur. Sığınacaq rəhbərləri o qədər gözəl baxırlar ki, amma o uşaqların o qədər mənəvi ehtiyacı var idi ki, sağ olsun Xoşqədəm xanım o şəraiti yaratdı. Biz tələbələrlə ora görüşə getdik. Yeni ili uşaqlar orada tələbələrlə keçirdilər. O qədər qucaqlayırlar uşaqları, o qədər deyir saçımı sığarlar. Biri rezinini gətirir ki, sən mənim saçımı deyir, sən darı hör. O qədər onlar mənəvi ehtiyaclara möhtacdılar ki, bunlar elə bil ki, küçədə doğurlar, tökürlər, apar sığınacağa qoy. Bu uşağın ehtiyacları var, bu uşağın mənəviyyatı var. Bu insan mərhəmətlə böyüməlidir, qayğı ilə böyüməlidir. Nə siz, nə yeyirsiniz, nə içirsiniz? Uşağı tanımadığım qadına həvalə etdim. Nə deməkdir? Sən başını saçını qızartmağa bax, tapdın qız. Mən Xoşqədəm xanım deyiləm. O çox mərhəmətli qadındır. Mən biraz elə mərhəmətli insan deyiləm də. Sən saçını qızartmağa bax, tapdın. Sən balanla maraqlanmağa bax, tapmadın. Necə yəni tanımadığım qadına verdim uşağıma? Bir də bugün uşaqlarını artıq az sonra uşaq evinə göndərirəm. Mənə sözün varmı qızım? Heç olmasa bir gün qalsınlar mənlə. Necə? Gül xanım, eşitmədim. Heç olmasa bir gün mənlə qalsınlar. Yox, Gül xanım, mən xahiş edirəm. Gül xanım, yox qızım, mən o uşaqları səndə qoya bilmərəm. Çünki, xahiş edirəm, mən o uşaqlara, sən özün də bilirsən ki, mən səni o uşaqlara görə qəbul eləmişəm. Və bu günləri mən bir dəfəlik bu mövzunu qapatım. Sən Gülxanın mövzusu, səhifəsi bu efirdə bağlanmalıdır deyə. Mən uşaqları bir gün yox, bir saat belə istəmirəm ki, sənin yanında qalsın. Mən, sən də bil, xəbərin olsun. Sən uşaqları götürdüyün an dərhal məlumat vermişəm. Demişəm ki, bu uşaqlar gedəcək. O da sənin istəyinlə, elə deyilmi? Sonra mənə, sonra bax ha Gülxanım, ay tamaşaçılar, xahiş edirəm burada oturanlardan xahiş eləyirəm.
Xahiş edirəm buna diqqətlə baxın. Sonra haqqıma girəndə məni müdafiə edin. Rica edirəm sizdən. Gül xanım, uşağını özün mü istəyirsən uşaq evinə qoymağa? Amma mən onları atmıram. Aydındır, aydındır, yox. Mən onları demirəm, işləyib... Gül xanım, bir sən uşağını özün mü qoyursan Gül xanım? Bəli, çünki çarəsizəm, Xoşqədəm xanım. Yaxşı. İkinci sual Gül xanım. Mən sənin evin yox, eşiyin yox. Mən o uşağı bu gecə sənin yanına qoya bilmərəm. Otel köşələrində uşaq qalmır qızım. O uşaqlar siz deyin, küvestə qalıb günlərlə. Sən ona, sənə verməməyimin səbəbi bir saat da sənin yanında qalmamağa, o uşaqlarının taleyi ilə bağlıdır. Çünki otel köşəsində, onun bunun evində uşağa baxa bilməzsən xəstə uşaqlara. Və mən onların üçün məsuliyyət daşıyıram. Mən o uşaqları sənə verə bilmərəm. Ona görə də bunu bax, mən vermirəm. Onun yanında bir gün qalmamasına mən razı deyiləm. Səbəb dedim, 2006-cı ildə İstanbulun Qazi Osman Paşa ərazisində müəmmalı şəkildə itkin düşüb. Müəmmalı mı? Dəhşət bir axtarışdır. 20 ildir bu niyə qayıtmayıb gəzməyə? Bəyək onu deyirdi. Qısa ayrılaq. Daha yeni tapın mənim üçün. Qısa bir ara tez dostlar.